Siz elə cəmiyyəti də az tənqid eləmirsiniz. Haqlı tənqidləriniz rezonans doğurur. Deyirsiniz, qızlarımızın hamısı müğənni olmaq istəyir, kişilərimiz də şair. Bəli, vallahi. Rəşid müəllim, niyə belə fikirləşirsiniz? Niyə belə? Vallahi deyirəm. Səs olanda səs ol məndən də. Hamısı gedir ki, mən deyir oxuyacam. Müğənni olacam. Müğənni olacam. Baxırsan, çoxunun da səsi yoxdur vallahi. Mən Rəşid Behbudova qulaq asandan sonra buna baxa bilərəm, bu artistlərin çoxdur. Yaxşı oxuyanlar çoxdur ha. Bəli, yaxşı oxuyanlar. Bəli, çoxdur. Yaxşı oxuyanlarımız. Mən Şövkət Ələkbərova qulaq asandan sonra bunlara qulaq asanmıram. Vallahi asanmıram. İndi onlar yoxdur. İndi onlar yoxdurlar. İndi çoxlarının adını çəkə bilərəm. İndi bilirsən, əvvəllər bizdə Sovet dövründə 60-cı illərin ziyalıları olub, xanım. Bizim kompozitorlarımız kim idi bilirsən? Quliyev, Fikrət Əmirov, Cahangir Cahangirov, Kara Karayev. Bizim öz cəmiyyətimizin yetişdirdiyi isə Telli Borçalı və o birisinin adına da başına taz qoyan. Elza Seyidcahan. O da ağzına gələn deyir, mən sən ağzını tikeyim, nə biləm, qulağını tikeyim. Ayıb şeylər bunlar. Nədir bu? Burada deyirsiniz, başa düşməzsiniz, mən başa düşürəm. Allah sizi güldürsün. Allah sizi də güldürsün. Yox, biz yetişdirməliyik də, bizim də öz cəmiyyətimiz var da. Cəmiyyət gərək yetişdirsin. Yetişdirə bilmirik. Niyə yetişdirə bilmirik? Bilirsən Səbəb niyə? nədir? Niyə? Bax. Niyə? Səhvi harda eləyirik? Səhvi harda? Seyidcahan hara? Şairlər İttifaqının üzvü hara? İncimə məndən. Yox, incimirəm. Kim inciyir? İnciməsin, xahiş edirəm mən. Amma Elza Seyidcahanın bir sözü yadıma düşdü ki, mən tarixdə bir böyük şəxsiyyət kimi qalacam. Onda dəllik əlamətləri var. Özünü böyütmə ideyaları var. Kimdə özünü böyütmə, mania veliciya deyirlər. Şizofreniyanın maniakal formasıdır, xanım. O deyirlər, ha, Allah rəhmət eləsin, bir də mən o Kuliyeva, neydi? İlhamə Kuliyeva ilə çıxmışdıq. Orada bir də Allah rəhmət eləsin. Bir dənə də şair vardı, bir dənə də professor qadın vardı. Gəldi, oturdu, oturan kimi əlinə aldı mikrofonu. Azərbaycanda musiqi yox idi. Mən gəldim, musiqini yaratdım. Mən getdim, xaricdə hər Azərbaycanı tanıtdım. Heç kəs tanımırdı Azərbaycanı. Mən danışdı. Bax, mən buyam, mən gözələm, məndən yoxdur dünyada. Heç kəs məni kim olamaz. Mən primadonnayam. Gördüm, Əkrəm Əylisli belə bilir. Dilmə nəsil gələksin. Dedim, İlhamə xanım, qutardınız mı? Dedim, İlhamə xanım, elm sübut edir ki, kim özündən müştəbihsə, kim özünü öyürsə, başqasından üstün tutursa, o dəlidir. Yox, mən dəli deyiləm. Dedim, vallahi ki, mənim də acığım tur elmlə. Duran deyir, mən kim oxuyan yoxdur. Qalxan, bir özünə tənqidin olsun. Bir adam özünü tənqid eləmir. Belə şey olmur. Ağıllı insanlar hamı eləyir. Hamısı eləyir, əlbəttə eləyir. Bəli, ağıllı insanlar, böyük insanlar hamısı eləyir. Mən də onun şahidi olmuşam. Ağıllı adamlar heç vaxtı bəlkə mən dediyim sözləri deməzlər. Onlar yaltaqlanarlar. Rəşid müəllim, sizi Azərbaycanda həkimdən çox teleulduz kimi tanıyırlar. Ona haqlı ulduz Hərdən nədir? sizin özünüzə problemlər də yaradır. Həmkarlarınızın buna münasibəti necədir? İrad tuturlarmı heç? Mən hələ üzümə deyəmirlər, qorxurlar bəlkə. Bəlkə tuturlar, nə deyim valla. Teleulduz deyiləm, mən bildiyim şeyi deməliyəm. Bu, xanım, xalqımızı irəli aparan ziyalıdır. Ziya nur deməkdir. Sanki insanlarda belə bir şey yaranıb ki, ziyalı məsləhətinə qulaq asmaq istəmirlər. Doğru, çətin nə varsa, düzgün nə varsa, onu qəbul eləmirlər. Amma belə asan, üzdən iraq bir şey olan kimi tez qəbul edirlər. Bu da xəstəlikdir məncə. Bəli, xəstəlik. Bu da bir növ xəstəlik. Bəli, tamamilə doğru deyirsiniz. O insanların düşüncəsinin aşağı olması. Elə yodun çatışmaması. Yodu çatsa, vallahi hamı düz başa düşür. Həqiqi deyirəm, siz buna elə belə baxmır. Bu yod eləcə beləcə element deyil, mikroelement deyil.
Bunu bilsin insanlar. Bu yod insanın həyatını, ağlını təmin edən bir şeydir. Başının işləməsini təmin edən bir şeydir. Kısa müddətdə bir 10 il, 20 il bu yodudur. İşte bizim millət ən böyük alimlər buradan çıxacaq. Görəcəksiniz. Mən artıq sürücüyə dedim ki, bir 4 şişə alsın o yoldan. Bəli, o xarab olan şey deyil. Allah qoyaq görək axırımız hara gedir. Bax, bircə il iç, bir il içəndən sonra, indi də şəklini çəkdir, o bir ildən sonra da şəklini çəkdir. Gör nə qədər gözəlləşəcəksən. Bir, ondan sonra nə qədər sağlam olacaqsan. İki, əsas sağlam. Bax, sağlam. Sağlamlıq. Bir də uşaqlara da vermək olar. Ən birinci uşaq. Mənim vacib onlar uşaqdır. boy puxunlu olacaq. Onlar qrip olmayacaq. Ay xanım, nə deyim mənə?